Göz əməliyyatından 5 gün sonra öz normal fəaliyyətimə qayıdıram. Bu günlər ərzində, yəni əməliyyat olduğum gün də daxil olmaqla bütün gün evdəydim, telefondan uzaq, işıqdan uzaq, daha çox gözlərim ya qapalı, uzanaraq günü keçirirdim, ya da ki evin içində gəzərək günü keçirirdim və bu gün Diksədə dərsim var. Mən də dərsə getmək üçün çölə çıxdım və tək getdim. Bəlkə də ola bilər ki, çox şişirdirəm, amma məncə göz sağlamlığı hər kəs üçün çox vacibdir. Mənim çıxdığım saat aralığı 6-7 radələri idi və gördüyünüz kimi günəş tam batmamışdı. Hava çox küləkli də deyildi, çox isti də deyildi. Hərəsindən biraz var idi. Mənim burada ilk səhvim oldu ki, gərək günəş tam batmadığı üçün gün eynəyimi götürərdim. Daha sonra qapalı və axşam vaxtında isə bu qoruyucu eynəyimi taxardım. Amma yenə də problem yaşanmadı və fikirləşdim ki, əgər qoruyucu eynəkdirsə, qoruyucu şüşədirsə, elə günəşdən də, varsa küləkdən də, tozdan da birbaşa qorusun. İlk günüm yaxşı keçdi, düzdür. Bu ərəfələr həkimə gedib gəlirdim, amma gözümdə eynək və sadəcə olaraq avtomobilə minib avtomobildən düşürdüm. Çox gəzmə şansım yox idi və tək deyildim. Ona görə çox rəngarəng yazıları görmək, rəngli şriftləri görmək, çox xırda yazıları görmək və belə bir düşüncə də var ki, əgər mən göz əməliyyatı olmuşamsa və gözümü yoxlamalıyamsa, hər bir şeyə diqqətlə baxmalıyam. Buna diqqət edin. Bu çox səhv bir yanaşmadır. Qəti şəkildə bir yerə köklənib qalmayın, çünki gözünüzü yora bilərsiniz. Mən də çalışırdım ki, buna diqqət edeyim, amma neynəsəm də maraqlı gəldiyi üçün böyük yazıları, avtomobilin nömrələrini və yaxud da hansısa elanları oxumağa cəhd göstərirdim. Hətta yaxın uzaqlıqdakı yazıları da yoxlayırdım, çünki mən artıq bundan belə əziyyət çəkirdim. Çox şükür ki, bu günü çox gözəl tamamladım. Hətta bizim binada olan elanları belə vaxtilə mən oxuya bilmirdim. Artıq onları rahat oxuya bilməyin xoşbəxtliyi ilə evə qayıtdım.